28 may metrosunun düz çıxışında yeni tikili binada premium bir mənzilə qarşınızdayıq. Təmir zamanı keyfiyyətli və bahalı materiallar əsasında təmir olmuş və təmirdən sonra yaşanmamış, tam döşənmiş, mebelli, texnikalı bir mənzil. 28 may metrosunun düz çıxışında 16 mərtəbəli yeni tikili binanın 7-ci mərtəbəsində yerləşir mənzil. Ən gözəl proyektə malik 3 otaq budur. Yəni onu sizlərə qeyd edim və ən gözəl təmirli mənzil. Alternativi yoxdur. Giriş qapısı burada yerləşir. Daxil olduqda belə bir gözəl dəhliz hissə bizi qarşılayır. Baxın bu şəkildədir və bütün otaqların girişi bu hissədəndir. Qeyd edim, qonaq otağı, gözəl geniş bir mətbəxi, birinci yataq otağı, daxilində sanitar qovşağı, iki ayrılıqda birinci ümumi sanitar qovşağı və çamaşırxana otağı, sağ hissədə valideyn yataq otağı və daxilində sanitar qovşağı mövcuddur. Giriş qranit mərmər və istipolla təsis olunub. Sol hissədə güzgülü açarlıq hissə və geyinmə hissəsi mövcuddur. Bu hissə isə tam boy gömmə qardırob hissə ilə təsis olunub. Sol hissədə mənzilin gözəl bir qonaq otağı yerləşir. Baxın, belə bir gözəl qonaq otağımız var. Döşəmədə parketdən istifadə olunub. Yəni təmirdə çox nüanslara daxil olmayacağam. Yəni bunu siz mənzilə əyni şəkildə baxanda da aydın şəkildə görəcəksiniz. Gün düşən, yel çəkər, qarşısı açıq bir mənzil. Qonaq otağının möhtəşəmliyini görürsünüz, dəyərli izləyicilərimiz. Dizaynerlər tərəfindən dizayn olunmuş, təmir edilmiş və təmirdən sonra yaşayış olmayan bir mənzil. Qonaq otağına digər rakursdan da sizlərə təqdim edirəm. Baxın, belə bir gözəl qonaq otağı var. Bütün otaqları sizə aydın şəkildə göstərməyə çalışacağım. Burada belə bir də qardırop hissə yerləşdirilib, aksesuarlıq hissələr burada düzəlib. Burada mənzilin ən gözəl hissəsi olan mətbəx hissədir. Baxın mətbəx hissəyə. Həqiqətən də yaşanması və zövq alınması bir mənzildir. Mətbəxdən eyvana çıxış, eyvan hissəni çıxım sizə təqdim edim. Belə bir eyvan hissə mövcuddur. Qarşısı açıq, gün düşən bir hissə. Baxın, dənizdə görünür müəyyən hissəsi. 28 may metrosunun düz çıxışında şəhərin mərkəzində sizə alternativi olmayan bir mənzil təqdim edirəm dəyərli izləyicilərimiz. Mətbəxi görürsünüz, baxın bu şəkildə mətbəx hissə var. Sağlı sollu hissədə mətbəx mebeli yerləşdirilib. Soyucu hissə bu hissədə yerləşdirilib, aksesuarlıq hissələrdir. Elektrotavar hissələr hamısı bahalı firma məhsullardır və hamısı da tam şəkildə yerləşdirilmiş şəkildədir. Keçək digər hissələrlə də tanış olaq vaxt itirmədən. Burada mənzilin birinci yataq otağı olan uşaq yataq otağı yerləşir. Buradan da az öncəki eyvana çıxış hissə mövcuddur. Baxın bu şəkildədir. Burada da tam əşya mövcuddur və daxilində sanitar qovşağı yerləşir. Baxın bu şəkildədir. Burada mənzilin ümumi sanitar qovşağı yerləşir. Burada mənzilin çamaşırxana otağı yerləşir. Burada isə mənzilin əsas yataq otağı olan valideyn yataq otağı və daxilində sanitar qovşağı yerləşir. Baxın, belə bir gözəl valideyn yataq otağı var. Lazım olan bütün aksesuarlar və əşyalar tam şəkildə yerləşdirilib, hazır vəziyyətə gətirilib. Yel çəkər mənzildir, orta mənzildir, gün çıxana və gün batan istiqamətinə baxır. Şərq və yayana qərb hissələrə baxır və valideyn yataq otağının daxilində olan sanitar qovşağının gözəlliyini, təmirini, üslubunu aydın şəkildə görürsünüz. İndi isə keçəcəm mənzilin dəhliz və mətbəx hissəsinə təqdim edərək mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. 28 may metrosunun çıxışında 3 otaqlı 140 kvadrat ölçülü belə bir gözəl mənzili sizlərə təqdim elədim. Qiymət aşağıda əlavə məlumat bölməsində qeyd olunacaq və real alıcıya endirim olunacaqdır. Daha dolğun və ətraflı məlumat üçün səhifədə əlaqə nömrəmiz var. Əlaqə saxlaya bilər, bu mənzilə və ya alternativ mənzillərə əyni şəkildə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.